Hörmətli Zəngəzur TV izləyiciləri, günün vacib xəbərini diqqətinizə mən Rəşanə Quliyeva çatdıracağam. Budapeşt bəyannaməsi qəbul edilib. Türk Dövlətləri Təşkilatının Macaristanda keçirilən qeyri-rəsmi zirvə görüşü çərçivəsində Budapeşt bəyannaməsi qəbul edilib. Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi, Macaristanın Xarici İşlər naziri Peter Siarto ilə birgə mətbuat konfransında danışıb. O qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatının liderləri gələcəyə baxan və hərtərəfli sənəd imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər. Əfqanistan və Pakistan diplomatik münasibətləri yaxşılaşdırmağı istəyir. Pakistan və Əfqanistan diplomatik əlaqələrinin səviyyəsini yüksəltməyi planlaşdırır. Bunu Çinin Xarici İşlər naziri Vani bildirib. Tərəflər bir-birinin ölkələrinə mümkün qədər tez səfirlər göndərmək barədə razılığa gəliblər. Moskvanın Şeremetyevo hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Moskva merinin məlumatına görə Rusiya hava hücumlarından müdafiə sistemləri paytaxta doğru göndərilən 3 planı zərərsizləşdirib. Hörmətli Zəngəzur TV izləyiciləri, bu gün olan xəbərlər bu qədər. Sağ olun, salamat qalın.